Salam, hər birinizi xoş gördük. Bu günləri biz Dövlət İmtahan Mərkəzinin 20 variantlı ümumi sınaq test toplusundan 13-cü sınağın izahına baxacağıq. Sınağın izahına keçməzdən əvvəl kanalımıza abunə olmağı unutmayın ki, növbəti videolarımızı rahat şəkildə izləyə biləsiniz. Deməli, birinci sualın izahına baxaq. 16-cı əsrin əvvəllərində Hindistan və Almaniya tarixi üçün oxşarlıq təşkil edirdi. 16-cı əsrdə deməli A variantını yazıb vahid dövlətin olmaması. Cavabımız A variantıdır. Niyə A variantıdır? Çünki Hindistanda Dehli Sultanlığı mövcuddur və Dehli Sultanlığı İbrahim Ludinin hakimiyyəti dövründə feodal dağınıqlığı dövrü idi. Vahid dövlət yox idi. Eynilə Almaniya ərazisində, İtaliya ərazisində də vahid dövlət olmamışdı. Ona görə də cavabımız A variantıdır. Reformasiya hərəkatının geniş vüsət alması reformasiya Almaniyada idi. Ölkənin Əmir Teymurun dağcı yürüşlərinə məruz qalması Hindistan, yəni Dehli ərazisində idi. Türk dövlətinin hücumlarına məruz qalması aid deyil. Böyük coğrafi kəşflərdən sonra ticarət üstünlüyü gələnmələri aid deyil. İkinci sualın izahına baxaq. Birinci Dünya müharibəsi illərində Osmanlı qoşunlarının Cənubi Azərbaycandan çıxarılmasının səbəbi ümumiyyətlə Birinci Dünya müharibəsində Osmanlı uduzduğu üçün həm Şimali Azərbaycandan, həm də Cənubi Azərbaycandan öz qoşunlarını çıxartmışdı. Baxaq, deməli Rus qoşunlarının Şimali Qafqazdakı qələbələri aid deyil. Gölçay döyüşləri, Bakı Xalq Komissarlarının qoşunlarının məğlub olması, Bakı Xalq Komissarları qoşunlarına məğlub olması bu Şimali Azərbaycana aiddir. Bizə Cənubi Azərbaycan istəyir. Deməli, Gölçay döyüşləri 1918-ci il ayının 27-sində olmuşdur. Nuru Paşanın öz hərbi qərargahını Gəncədən çıxarması, bu da Şimali Azərbaycana aiddir. 1918-ci ilin iyul ayındadır. Deməli, Sarıqamış döyüşündə Osmanlı qoşunlarının məğlub olması, bəli, cavabımız D variantıdır. Osmanlı Sarıqamış döyüşündə ruslara məğlub olduqdan sonra deməli, bu ərazilərdən çıxır. Osmanlı Cənubi Azərbaycan, həm Cənubi Azərbaycan, həm də Şimali Azərbaycan ərazisindən çıxır. Deməli, davam edək. Üçüncü sual. Üçüncü sualda bizdən nə istəyir? Qarabağ, Qaradağ, Naxçıvan xanlıqlarının iştirakçısı olmuşdur. Mən həmişə keçəndə deyirəm ki, bu üç xanlıq həm Qızılqaya xəyanətində 1752-ci il, həm də 1763-cü ildə Şiraz qonaqlığında iştirak eləmişdir. Elə cavablara da baxsaq, Qızılqaya xəyanəti və Şiraz qonaqlığını götürə bilərik. Gavduşan döyüşü 1774-cü ildə olmuşdur. Deməli, aid deyil. Kürəkçay müqaviləsi 1805-ci ildə Qarabağa aiddir. Yorges müqaviləsi də bu xanlıqlara aid deyil. Ona görə 1802-ci ildə, ona görə bunların heç birini götürmürük. Deməli, variantımız olur 3, 4C variantı. Növbəti suala baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Nadir Şah, 1-ci Pyotr və 2-ci Yekaterina hakimiyyəti dövrünə aiddir. Deməli, 2-ci Yekaterinanın burada bizə hakimiyyət illərini bilmək məcburiyyətindəyik. 1762-dən 1796-ya qədər olmuşdur və onun hakimiyyət dövründə zadəganlara xüsusi imtiyazlar verilmişdi. Eyni zamanda 1768-74-cü illərdə 1-ci Rus Osmanlı, 1787-91-ci illərdə isə 2-ci Rus Osmanlı olmuşdur. Yassı sülhü ilə başa çatmışdır. Deməli, baxaq variantlarımıza. Deməli, A variantı kəndlərin təkimçi asılı rəsmiləşdirilmişdir. Bunların heç birinə aid deyil. Təkimçilik hüquqlarının formalaşması, deməli, 1-ci Aleksandr, 2-ci Aleksandrda artıq 1861-ci ildə ləğv edilmişdir. Bunlara aid ola bilməz. A variantını tamamilə variantlardan çıxırıq. A-nı çıxsaq, A variantı, B variantı, D variantı və C variantı gedir. Elə cavabımız avtomatik çıxır. Y variantıdır. Deməli, zadəganlar haqqında fərman imzalanmışdır. 2-ci Yekaterinaya aiddir. Osmanlı dövləti ilə sülh müqaviləsi imzalanmışdır. Bu hər üçünə aiddir. Osmanlı dövləti ilə sülh müqaviləsi imzalanmışdır. Demək, 1-ci Pyotrda 1711-ci il Prut sülh müqaviləsi imzalanmışdır. Osmanlılara Azov qalasını geri qaytarmışdı. Daha sonra rəiyyət hərbi qulluğa çağırılmışdı. Bu Nadir Şahın hakimiyyəti dövründə rəiyyət, yəni kəndlilər hərbi qulluğa çağırılmışdılar. Baltik dənizə çıxış uğrunda müharibə aparılmışdır. 1-ci Pyotr Şimal müharibəsində 1700-1721-ci ildə 21-ci ildə İştaht sülh müqaviləsi imzalanır. Rusiya imperiyaya çevrilir. Rusiyanın ilk imperatoru isə 1-ci Pyotr olmuşdur. 5-ci suala baxaq. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Osmanlı dövlətinin tənəzzülünün daxili səbəblərindəndir. Biz ümumiyyətlə Osmanlının həm də Səfəvilər dövlətini keçəndə qeyd eləmişdi ki, süqutun daxili və xarici səbəbləri var idi.
Deməli biz indi daxili səbəblərdirsə, daxili səbəblərə baxacağıq. Məsələn, birə baxaq, Avropadakı sürətli inkişaf. Biz Avropadakı sürətli inkişafı xarici siyasət götürürük, daxili siyasət götürmürük. Ona görə biri variantlardan çıxırıq. Bir variantdan çıxdıqda B variantı və D variantı qalır. Təhlükəsizlik təminatı üçün kəndlərin şəhərə köçməsi. Deməli bu aydımı ola bilər. Deməli bu daxili səbəb idi, tənəzzülün daxili səbəbi idi. İqtisadiyyatın zəifləməsi daxili səbəbi idi. Ordu quruculuğunda olan üstünlər daxili səbəbi idi. 2 3 4. Körpülü Mehmet Paşa isə uğursuz islahatlara bundan sonra keçirir. Körpülü Mehmet Paşa islahatların ümumiyyətlə durğunluq dövrü Osmanlıda 1571-də başlamış, 1699-cu ildə başa çatmışdır. Köhnə kitablarda Karloviça sülh müqaviləsi kimi verilir. Baxaq 6-cı suala. 6-cı suala baxdıq, 7-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Cənubi Azərbaycan biz 6-cı suala baxmadıq. Şah İsmailə aiddir. Şah İsmail deməli 1501-dən 1524-ə qədər hakimiyyətdə olmuşdur. Mərv döyüşü 1510, Çaldıran döyüşü 1514, Şəki hakimliyinin tabe edilməsi Şah İsmail hakimiyyət dövründə olub. Cabani döyüşündə İsmail şah deyildi. Amasya sülh müqaviləsinin imzalanmasında birinci İsmail yox, Təhmasib imzalamışdı. Hakimiyyət illərinə düşmür. Ona görə cavabımız 1, 2, 3 aiddir. Deməli, 7-ci suala baxırıq. 7-ci sualda nə deyir? Cənubi Azərbaycan Şeyx Məmməd Xiyabani və Seyid Cəfər Pişəvəri hər ikisi milli hərəkata rəhbərlik eləmişdir. Şeyx Məmməd Xiyabani 20-ci ildə, 1920-ci ildə, Seyid Cəfər Pişəvəri isə 1945-ci ildədir. Azərbaycan adının Azadistan olaraq dəyişdirilməsi, biz bunu Şeyx Məmməd Xiyabanına aid eləyə bilərik. Daha sonra Cənubi Azərbaycan müstəqillik verilməsini tələb etməsi belə bir şey yox idi. Məşru hərəkatına rəhbərlik etməsi aid deyil. Şeyx Məmməd Xiyabani aid deyil. Seyid Cəfər Pişəvəriyə baxaq. İlk dəfə əncümənlərin seçkilərinin keçirilməsi ilk dəfə Şeyx Məhəmməd Xiyabani dövründə idi. Babillər hərəkatına rəhbərlik etməsi Babillər hərəkatı 19-cu əsrdədir. Yəni 1848-ci ildə başlayır. Ona görə aid edilə bilməz. Təbriz Universitetinin açılması isə Seyid Cəfər Pişəvərinin hakimiyyət dövrünə aiddir. Cavabımız B variantı. Uyğunluğu müəyyən edin. Baxın uşaqlar, necə ki model testdə bu tipli sual verilmişdi. Mən model testi yükləmişəm YouTube kanalımıza. Orada qeyd eləmişdim ki, sizə bu tipli sual qəbula düşə bilər. Yeni tipli sualdır və bu tipli sualları sınaq suallarına salırlar. Siz çalışın, həm ikinci qrup hazırlaşanlar, həm üçüncü qrup hazırlaşanlar bu toplumun hamısını işləyin. Çünki imtahanda rastınıza çıxacaq suallardır və çox maraqlıdır ki, bu suallarda xırda məsələlərə, öyrədici məsələlərə toxunublar, hansı ki, şagirdlər həmin dərsi oxuyarkən bu məsələləri gözdən qaçırdılar. Deməli, 8-ci suala baxaq. Uyğunluğu müəyyən edin. 2 haradır? Bu xəritəni hamı əzbər bilməlidir. Ümumiyyətlə Qərbi Avropa xəritəsinin. Böyük Britaniya, Fransa, İtaliya 3. Deməli, Böyük Britaniya 2, Fransa 4, İtaliya 1, Osmanlı 3, 5 də Rusiya ərazisidir. Uyğunluğu müəyyən edin. Deməli, baxaq. 1, 2, birə baxırıq. 2 və 4. Yəni, Böyük Britaniya ilə Fransa 18-ci əsrin ortasında müstəmləkə uğrunda mübarizə aparmışdır. Bəli, tamamilə doğrudur. Müstəmləkə uğrunda Fransa və Böyük Britaniya deməli 18-ci əsrin ortalarında müharibə aparırdılar. Daha sonra 2-yə baxaq. 1, 3, 4 üçlər ittifaqının üzvləridir. İtaliya 1, 3 Osmanlı, bir də 4. Fransa Antantanın üzvü idi. Fransa, İngiltərə, Rusiya Antanta üzvü idi. Ona görə 2 aid deyil. 2, 4, 5, 2 Böyük Britaniya, 4 Fransa, 5 Rusiya Antanta ittifaqının üzvləri olmuşlar. Bəli, tamamilə doğrudur. Baxırıq 4-ə 1 və 4 Trablis müharibəsinin iştirakçısı olmuşlar. Trablis müharibəsi Osmanlı İtaliya arasında baş vermişdi. Deməli 1 və 4 isə Fransa və İtaliyadır. Ona görə aid deyil. 5-ə baxırıq. 3 və 5 Somma döyüşü. Deməli Somma döyüşü ingilislər ilk dəfə tankdan istifadə etmişdilər. Deməli 3 Osmanlı bu döyüşdə iştirak eləmirdi. Ona görə aid deyil. Osmanlı və Rusiya deyil. Burada Qərbi Avropa ölkələrindən Fransa və İngiltərə olsaydı götürə bilərdik. Deməli, Teymurilər dövlətinə aid deyil. 9-cu suala baxırıq. Sərbədərlər üsyanı. Teymurilər dövləti 1370-dən 1507-yə qədər mövcud olmuşdur. Əvvəlcə paytaxtı Səmərqənd, sonra Herat olmuşdur. Şeybanilər tərəfindən varlığına son qoyulmuşdur. Sərbədərlər üsyanının yatırılması Teymurilər dövlətinə aid deyil. Çünki Sərbədərlər üsyanı 1365-66-cı illərdə Monqollara qarşı olmuşdur və xüsusilə sənətkarlar burada xüsusi fərqlənmişdir. Ona görə
Biri götürürük. Deməli 9-da biri götürürük. Daha sonra Xorasan uğrunda Səfəvilər dövlətinə Səfəvilərlə mübarizənin aparılması. Deməli Xorasan uğrunda Səfəvilərlə mübarizə aparıb bu Şeybanilərə aiddir, Teymurilərə aiddir. Ona görə cavabımız 1 və 2-dir. Variantlara baxmayın. Buradakı variantlar yəni hazır PDF üstündədir. Yəni səhv olma ehtimalı var. Deməli, Xorasan uğrunda Səfəvilərlə mübarizənin aparılması Şeybanilərdir. Çünki Teymurilər dövləti məğlub olandan sonra Xorasan uğrunda mübarizə Səfəvilərlə Şeybanilər arasında gedir. Ona görə cavabımız 1 və 2-dir. Osmanlı dövləti tərəfindən məğlubiyyətə uğradılması aiddir. İnzibati cəhətdən uluslara bölünməsi aiddir. Növbəti suala keçirik. Baxaq növbəti sualımıza. Deməli, 10-cu sual Fransanın 1944-cü il tarixinə aiddir. Deməli, 10-cu sualda baxaq. Atlantika Xartiyasının imzalanması 1942-ci ildə. Ümumiyyətlə Fransa elə bir dövlət idi ki, o 1949-cu ildə Avropa Şurası, 1957-ci ildə Avropa İqtisadi Birliyinin yaradılmasında fəal iştirak edən dövlət olmuşdu. İkiyə baxırıq. Şarl de Gaulle'un rəhbəri olduğu müvəqqəti hökumətin yaradılması bəli, tamamilə doğrudur. 944-cü ildə, 1944-cü ildə müvəqqəti hökumət yaradılmışdı. Ölkə ərazisinin almanlar tərəfindən işğalının başa çatması 40-cı illərdə aid deyil. Ərazinin iki cəbhədən açılması aiddir. Ona görə cavabımız onda olur C variantı 2 və 4. 11-ci suala baxırıq. Xronoloji ardıcılığı müəyyən edin. Afqan kilsə məclisinin çağırılması 488, Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi 630-dan 705-ə, birinci Xosrovun Sasaniya dövlətinin islahatların həyata keçirilməsi. Biz birinci Xosrovu yadınızda saxlayın uşaqlar. Bunu əzbər şəkildə bilməlisiniz mütləq şəkildə. 531-dən 579-cu ilə qədər. Əslində bu testlər sizə bir işarədir. Yəni ki, qəbul imtahanında rastınıza çıxa bilər. Hər başlıq, hər cümlə, hər söz. 12-ci suala baxırıq. Şirvanşahlar dövləti Salarilərdən fərqli olaraq Şirvanşahlar şimalda yaranmış dövlət idi, Salarilər isə cənubda yaranmış dövlət idi. Şirvanşahlar dövlətinə aid olan xüsusiyyəti istəyir ki, o Salarilərdə olmasın. Ona fikir verməliyik. Gürcü qoşunları ilə mübarizə aparmışdı. Hər ikisinə aiddir. 10-cu əsrdə mövcud olmuşdur. Hər ikisinə aiddir. Səlcuq dövlətindən asılılığı qəbul etmişdir. Səlcuq dövlətindən asılılığı qəbul etmişdir Şirvanşahlar 1066-cı ildə. Amma Səlcuq dövləti yarananda Salarilər dövləti mövcud deyildi. Salarilər olub 941-dən 981-ə. Səlcuq dövləti də 1038-dən 1157-yə qədər mövcud olmuşdu. Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranmışdı hər ikisi. Azərbaycanda Şirvanşahlar, Sacilər, Salarilər, Rəvadilər, Şəddadilər, Mərkəzi Asiyada da Qaraxanilər, Qəznəvilərdir yaradılmışdı. Azərbaycanın cənub torpaqlarında yaranmışdı. Bizə Şirvanşahlara aid olan xüsusiyyət istəyirsə, Şirvanşahlar şimalda yaranmışdı, cənubda yaranmamışdı. Ona görə cavabımız C variantıdır. 13-cü suala baxırıq. Uyğunluq pozulmuşdur. Deməli, Xudafərin körpüsü Cəbrayıl ərazisindədir. Bəli, 1027-ci ildə Fəzl ibn Məhəmməd, Şəddad hökmdarı Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə inşa olunmuşdu. Gülüstan türbəsi Naxçıvan ərazisindədir. 13-14-cü əsr memarlıq abidəsidir. Naxçıvan olmalı idi. Ona görə B variantı yanlışdır. Gülüstan qalası 12-ci əsr Şamaxıdır. Qoşa minarə 13-14 Naxçıvandır. Elə Qoşa minarə, Gülüstan türbəsi. Bundan Ağılan məbəddə Laçındır. 9-11-ci əsrə aid memarlıq abidəsidir. 14-cü suala baxırıq. Əbu Tahir, Axistan, Təhmasib üçün oxşar cəhət. Biz Əbu Tahirdə o qədər Şirvanşahlar dövlətinə aid Əbu Tahir, o qədər bir şey məlumat yoxdur. Sadəcə olaraq o dedi ki, 918-ci ildə paytaxtı Şirvandan Şamaxıya köçürmüşdü. Ona görə paytaxt məsələsi varsa bunu ağlımızda tuturuq, variantlara baxırıq. Oğuz türklərinin yürüşə məruz qalması aid deyil Əbu Tahirə. Ərəb xilafətinin qoşunlarını məğlub etməsi aid deyil, Gürcü qoşunlarını məğlub etməsi aid deyil. Sənətkarların tamğa vergisindən azad edilməsi, tamğanın ləğv edilməsi bu birinci mühasibə aiddir. Tamğa vergisini 1561-ci ildə ləğv etmişlər. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi məsələn hər üçünə aiddir. Əbu Tahir 918-ci ildə Şirvandan Şamaxıya, 1-ci Axistan 1192-ci ildə Bakıdan Şamaxıya, Təhmasibdəki Təbrizdən Qəzvinə köçürmüşdü. Amma sülh müqaviləsindən sonra. Baxırıq növbəti suala, 15-ci suala. 2-ci Qarabağ müharibəsi dövründə Cəbrayılın azad edilməsi ilə nə baş vermişdi? Hadrut istiqamətində hərbi əməliyyatların keçirilməsi imkanları yanında bəli, tamamilə doğrudur. Cəbrayılə yaxın olan
ərazidir. Hadrut, Füzuli rayon ərazisində yerləşir. Azərbaycan-İran sərhədində böyük hissəsində dövlət nəzarəti bərpa edildi. Bəli, Azərbaycan-İran sərhədinin böyük hissəsi, yəni aşağı hissədən, bax, yuxarı hissəsi Cəbrayıl, Füzulidir, aşağı hissəsi Zəngilandır. Azərbaycan-İran sərhədinin böyük hissəsində dövlət nəzarəti bərpa edilir. Deməli, Ağdərə ilə Ağdam birləşən əsas təminat yolu Ağdam işğalından sonra nəzarətə keçmişdir. Murov dağ zirvəsinin fəth olunması üçün şərait yaranır Füzulinin işğalından sonra. 16-cı suala baxırıq, daha əvvəl baş vermişdir. İbtidai icma quruluşunda biz xronoloji ardıcılığı necə götürürük? Ardıcıl şəkildə biz necə öyrənmişiksə, məsələn, deməli, alt paleolit dövründə məsələn, at paleolit dövründə hansı dövr olursa, at paleolit dövründə, üst paleolit dövründə hansı olursa. Çünki deməli, o xronoloji ardıcıllıqlar böyükdən kiçiyə doğru yazılıb da, düzdür, kiçikdən böyüyə doğru yazılmayıb ki. Deməli, xış əkinciliyin toxa əkinciliyə əvəzinə toxanı xış əvəz eləyib, xışı toxa əvəz eləməyib, bu ümumiyyətlə aiddir. İnsanların otaraq həyata keçməsi neolitdir. İlkin əkinçilik vərdişlərinin yaranması mezolitdir. Siklobitiklər meydana gəlməsi son tunzdur. İlkin şəhər mərkəzləri meydana gəlməsi orta tunzdur. Ən əvvəl olub ardıcıl şəkildə biz birinci mezoliti öyrənmişik, sonra neoliti öyrənmişik, sonra eneoliti, sonra tunc dövrünü öyrənmişik. Ona görə cavabımız 16-da C variantıdır. 17-ci suala baxırıq. 19-cu əsrin 70-ci illərində Şimali Azərbaycanda aiddir. Mədəni həyat, baxın uşaqlar, bir də sosial-iqtisadi həyat. Mədəni həyata baxırıq. Avropa tipli ilk dünya məktəbinin əsasının qoyulması 1830-cu ildə, 19-cu əsrin 30-cu illərdə uşaqlar Şuşa Qəzən məktəbinin açılması ilə Avropa tipli ilk dünya məktəbinin əsası qoyuldu. Milli demokratik mətbuatın əsası qoyulması bu aid deyil. Daha doğrusu aiddir. 1875 aiddir. Bunu götürürük. İlk teatr binasının tikilməsi də deməli aid deyil. Daha sonra sosial-iqtisadi həyat yeniliklərə baxırıq. Sosial-iqtisadi həyatda yeniliklər, deməli, Nobel qardaşları şirkətinin fəaliyyətə başlanmasını biz sosial-iqtisadi həyatla 70-ci illərdə Nobel qardaşları şirkəti fəaliyyətə başlamışdı. Götürürük. Qori müəllimlər seminarısının yaradılması. Müəllimlər seminarısının yaradılması mədəni həyata aiddir, sosial-iqtisadi həyata aid deyil. Ona görə B variantı variantdan çıxır. Məsələn, 2-də B-ni çıxsa, B ilə C variantı gedir. Neft sənayesinin iltizam sisteminin ləğv edilməsi 1872-ci ildə iltizam sistemi ləğv edilmişdi. Bu da iqtisadi məsələlərə aiddir. 17-də cavab D variantdır. 18-ə baxırıq. Mediada İskit ağalığı dövründə mövcud olmuşdur. İskit ağalığı mediada eradan əvvəl 653-dən 625-ə qədər olmuşdu. Urartu dövlət tərəfi Manna dövlətinə aid olan xüsusiyyət istəyir bizdən. Urartu dövlət tərəfindən süquta uğradıldı. Urartu dövlət tərəfindən Manna süquta uğradılmayıb. Midiya dövlət tərəfindən süquta uğradılıb. Assuriya ilə ittifaq bərpa etdi. Bəli, deməli Aşerin dövrü sona çatır. 675-650-ci il. Sonradan artıq Assuriya ilə münasibətləri bərpa edir. İran tərəfindən vahid dövlətlə birləşmə 8-ci əsr aiddir. Makedoniyanın Manna ilə nə əlaqəsi var? Aid ola bilməz. İkinci Sarqonla Sirtaqqa müqaviləsi imzalanıb. Bu 8-ci əsrdə, demək 714-cü ildir. Aid ola bilməz. Növbəti suala baxırıq, 19-cu suala. Xəritəyə əsasən Sacilər, Rəvadilər, Şəddadilər dövlətinin paytaxtını müəyyənləşdirir. Deməli, Sacilər dövlətinin paytaxtı Ərdəbil, Marağa, Rəvadilər dövlətinin paytaxtı Təbriz, Şəddadilər dövlətinin paytaxtı isə deməli, Gəncədir. Deməli, Sacilər birinci Marağa olub, sonra Ərdəbil olub. Çünki Salarilər dövlətinin paytaxtı Ərdəbil idi. Deməli, xəritədə 3 Gəncə ərazisidir, 2 Təbriz ərazisidir, 4 də Ərdəbil ərazisidir. Ona görə cavabımız 2, 3 və 4 olur. Və yaxud da demək, ardıcılıq nə desək 4, 2, 3 olur. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Deməli, Monqolların birinci yürüşü Gəncə şəhərləri keçirmişdi. Xeyr, Gəncə şəhəri 1235-də ələ keçirilmişdi. Marağan Xarmşalar tərəfindən tutulması, Atabəylər dövlətinin süqut etməsi, Təbrizin Xarmşalar tərəfindən tutulması, Atabəylər dövləti 1225-ci ildə süqut edib aid deyil. Deməli, ikinci Axsılanın Monqollardan asılı hala düşməsi Kəsanilər sülaləsinin hakimiyyətinə. Kəsanilər sülaləsinin hakimiyyətinə son qoyulur. Hüşəngin dövründə sonuncu nümayəndə Hüşəng idi 1382-ci ildə. 1027-dən 1382-ci ilə qədər mövcud olmuşdu Kəsranilər. Deməli, Kəsranilər testlərin çoxsunda əksəriyyətində var, ona görə bunu bilməz. Şirvanşahlar dövlətində birinci məziyyətdə olub 861-dən 1027-yə, Kəsranilər olub 1027-dən 1382-yə, Dərbəndilər olub 1382-dən 1538-ə qədər təması var olma son qoyulur. Sonra 1551-ci ildə şəklini tutur. Bununla da Vahid Azərbaycan dövləti yaranır.
Deməli 4-ə baxırıq, D-yə baxırıq. Xarmşalar Cəlaləddin Azərbaycana yürüşü təbii sənətkarların qara qoruma aparılmasına aid ola bilməz. Necə qara qoruma aparır? Qara qorum Monqollardır. Monqollar da Xarmşalarla düşməndir. Məntiqi əlaqə pozulub. Dərbəndin Monqollar tərəfindən tutulması 1239, Cənubi Qafqazda Ali Monqol xalqlarına tabe, bəli, 1239-dan 56-ya Azərbaycan Ali Monqol xalqları tərəfindən idarə olunurdu. 21-ci suala baxırıq. Məntiqi ardıcıllığı tamamlayın. Deməli, İngiltərə kralının özünü papağın vasitələ yönetməsi, nöqtə-nöqtə, Böyük Azadlıq Hadisə 1215-ci ildə adlanan sənədin imzalanması. Baxın, vəziyyət necə idi? İngiltərə ilə Fransa müharibə aparırdı. Bu müharibədə İngiltərə uduzduğu üçün bu kral da daim vergilər alırdı əhalidən. Bu da deməli papanın narazılığına səbəb olurdu. Papadakı tac qoyma mərasimində onu məhrum edir, kralı məhrum edir. Kral da məcbur olur papanın vassalı elan edir özünü. Sonra ölkədə üsyanlar qalxır. Üsyanlar qalxandan sonra Böyük Azadlıq Xaritəsi imzalanır. Cavabımız elə B variantıdır. 22-ci suala baxaq. 10-cu əsr Bizans, 16-cı əsr Osmanlı dövləti üçün ümumi cəhət, İspaniya qoşunlarına qarşı müharibənin aparılması bəli tamamilə doğrudur. İspaniya qoşunlarına qarşı mübarizənin aparılması digər variantlar uyğun deyil. Abbasilər xilafəti məğlub. Abbasilər xilafəti 16-cı əsrdə nə gəzir? Abbasilər xilafəti 1258-ci ilə qədər davam eləmişdi. Olmaz. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi Osmanlı dövləti 16-cı əsrdə deməli Konstantinopola köçürülüb, İstanbula köçürülüb. Bizansda belə bir şey yoxdur. Kiprin dövlətə birləşdirilməsi bu da aid ola bilməz. Bizansa aid ola bilməz. Deməli, Fransa ilə ticarət müqaviləsinin imzalanması, Fransa ilə Bizans ticarət müqaviləsi imzalamayıb, Osmanlı imzalayıb. Deməli, Vestfaliya sülhünün nəticələrinə aiddir. Deməli, 1618-1648-ci ildə 30 illik müharibənin nəticəsində Vestfaliya sülhü imzalanır və üstünlük İspaniyadan Fransaya keçmişdi. Deməli, baxırıq, Vestfaliya sülhünü yaxşı-yaxşı öyrənirsiniz. Qəbul imtahanında rastlaşacağınız müqavilələrdən, sülhlərdən biridir. Deməli, Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdirilir, bəli. Dənizlərdə hökmdarlıq intrigası səhvdir. Avropada siyasi üstünlük Fransadan İspaniyaya keçdi. İspaniyadan Fransaya keçdi. Əksinə olmalı səhvdir. Kilsənin gücü məhdudlaşdırıldı, bəli, tamamilə doğrudur. Avropada baş verən dini müharibələr sona çatdı, bəli, tamamilə doğrudur. 24-cü suala baxırıq. Heydər Əliyevin ikinci prezidentliyi dövrü 93-98, deməli, Heydər Əliyevin birinci prezidentliyi dövrü 93-98, ikinci prezidentliyi dövrü 98-dən 2003-ə qədərdir. İlham Əliyevin birinci prezidentliyi dövrü 2003-dən 2008-ə qədərdir. Baxırıq, ölkə qazının dünya bazarına çıxarılması ilə bağlı işlər görüldü. Deməli, biz bunu 24-cü sualda oxşar cəhət kimi götürə bilmərik. Deməli, Dövlət Neft Fondunun təsis edilməsi bizə nə lazımdır? İkinci prezidentlik dövründən fərqli olaraq İlham Əliyevin birinci prezidentliyi illərinə aiddir. Deməli, Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Bu, Heydər Əliyevin dövrünə aiddir. İlham Əliyevin dövrünə aid deyil. Dünya Azərbaycanın qurultayının keçirilməsi 2001, deməli, 2006 bu oxşar cəhətdir. 2001, 2006, 2011, 2016-cı ildə həm İlham Əliyevdə var, həm Heydər Əliyevdə var. Ölkədə çadır şəhərciliyin ləğv edilməsi, deməli, bu İlham Əliyevin birinci prezidentliyi dövrünə aiddir. 2008 Təbrizdə Azərbaycan konsulluğunun açılması 2004-cü il bu İlham Əliyevə aiddir. Ona görə cavabımız olur 4, 5. Dövlət Neft Fondunun təsis edilməsi də 99-cu ildədir. 1999-cu ildə Heydər Əliyevin prezidentliyi dövrünə təsadüf eləyir. Aydındır? 25-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrünə aiddir. Gəncə dövrü iyun ayından dekabr ayına qədər 1918-ci ildə olmuşdu. Göyçə yaxınlığında döyüş 18-in iyunun əvvəllərinə aiddir. Biz 25-də biri götürürük. Batı müqaviləsinin imzalanması, deməli, Gəncə dövrünə aid deyil. Məktəblərin milliləşdirilməsi Gəncə dövrünə aiddir. Neft sənayesinin milliləşdirilməsi isə Gəncə dövrünə aid deyil. Cavabımız 1, 3. Deməli, AXC necə öyrənirik? Biz hökumət kabinetlərini öyrənirsiniz və hansı hökumət kabinetlərinin hansı dövrə aid olduğunu, yəni Bakı dövrü, Gəncə dövrü, Tiflis dövrünə aid olduğunu öyrənirsiniz. 26-cı suala baxırıq. Xronoloji ardıcılığı müəyyən edin. Axund dövləti 4-cü əsrdə qoyulub əsası, Uyğur dövləti süqut edilib 842, Frankların ərəblər arasında Poitiers döyüşü olub 732-ci ildə, Qəznəlilər Hind dövləti 11-ci əsrdə yürüş edib. 26-da cavabımız 1, 3, 2, 4. 27-ci suala baxırıq. Sel sülaləsi, Xan sülaləsi və Mauriya sülaləsi.
Sinlə xan olub Çində, Mare sülaləsi olub Hindistanda 180-ci başa çatıb. Deməli, çox 7-dən 180-ə eradan əvvəl. Baxırıq 27-ci sualda deməli A variantı Əhəmənilər dövləti ilə müharibə aparmışdı. Deməli, heç birinə aid deyil. Sonra eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olmuşdur. Bu Xan sülaləsi dövrünə aiddir. Eradan əvvəl 3-cü əsrdən bizim eran 1-ci əsrinə 3-cü əsrinə qədər hakimiyyətdə olmuşdur Xan sülaləsi. Ona görə 1-ci əsr Xan sülaləsi hakimiyyət dövrünə düşür. Pinçen müqaviləsinin imzalanması eradan əvvəl 200-dür. Pinçen müqaviləsinin imzalanması da Xan sülaləsi vardı. Baxın, yenə də uşaqlar Pinçen müqaviləsi düşür. Pinçen müqaviləsi qəbul imtahanında rastınıza çıxacaq mövzulardan biridir. Dəfələrlə Pinçenlə bağlı sual düşür. Pinçen müqaviləsində Xan sülaləsi idi, Sin sülaləsi deyildi. Deməli, sonra Hun hücumlarından qorunmaq üçün müdafiə səddinin nişan alınması, baxın, eradan əvvəl 214-cü ildə Sin sülaləsinin dövründə olmuşdur və Hunlarda kim idi hakimiyyətdə? Teoman Tanhu idi hakimiyyətdə. Bunu da unutmursunuz. Yunan-Makedon qoşunlarının məğlubiyyətə uğradılması bu Hindistana aiddir. Maurya sülaləsinin dövrünə aid olan əsas hadisələrdən biridir. İndi isə gəlin mətn suallarının izahına. 1688-də Hollandiyalı Oran William İngiltərə sahillərinə çıxır. Avtomatik biz bilirik ki, bu şanlı inqilabdan söhbət gedir. Bu mətn 100 illik müharibəyə, təxminən bu hadisələr parlamentlə müttəfiqlər arasında təxminən 100 illik müharibəyə son qoyulur. Söhbət 2-ci 100 illik müharibədən gedir. Deməli, baxaq, mənbədə bəhs edilən hadisə İngiltərə tarixində necə olduğunu və mətnə buraxılmış sənədin adını qeyd edin. Söhbət təbii ki, şanlı inqilabdan gedir. Mətndə buraxılmış, baxaq mətnə. Deyir ki, bu inqilab idi. Bu sənəd parlamentin kral hakimiyyəti üzrə üstünlüyü təsdiqlər, ölkədə yeni quruluş, hüquqi dövləti yaradırdı da. Nə idi o? Hüquqlar haqqında 1689-cu ildə hüquqlar haqqında biri idi. Ona görə cavabımız şanlı inqilab və hüquqlar haqqında bildi. Mənbədə bəhs edilən sənədin mahiyyətini əks etdirən, mənbədə göstərilməyən iki cavabı qeyd edin. Hüquqi dövlətin olmasını deyə bilərik. İngiltərənin parlamentli monarxiya olmasını deyə bilərik. Kral qanunlara veto qoyma hüququnu itirir deyə bilərik. Aydındır, bunları deyə bilərik. Demək, 30-cu suala baxaq. Mənbədə bəhs edilən hadisənin iki nəticəsini yazın. Stuartlar devrildi, getdi. Çünki Stuartların ikinci dövrünə aid edilirdi də. O hakimiyyətdən getdi Stuartlar. Sonra kapitalizm inkişafı sürətləndi. İngiltərə idarəetmə sistemi təkmilləşdi.